hər bir müsəlman özlüyündə bilməlidir ki, onun Allahın əmrlərinə qarşı üzərində görevlər var. Bu, hər bir müsəlmanın düşünməsi, fikirləşməsi lazım olan məsələdir. Yəni, Allah Teala yaratdığı qullar üçün əmrlər təyin edib. Eyni zamanda da qadağalar qoyub. Hər bir müsəlman, hər bir iman daşıyan şəxs bilməlidir ki, onun bu həyatda mövcud olmasının bir səbəbi var. Yəni, Allah Teala'nın əmrlərinə riayət etmək, eyni zamanda qadağan etdiyi əməllərdən çəkinmək, Allahı təkləşdirmək və ona layiqincə ibadət etmək. Və müsəlman insan bilməlidir ki, müsəlman şəxs bilməlidir ki, onun üzərində bir sıra görevlər var. O görevlər ki, Allah Teala onu insanlıq üçün əmr edib, buyurub. Və buna hər bir müsəlman özü özlüyündə yəni yaşamalıdır. Bunu özü özlüyündə düşünüb və ona əməl etməlidir. Hansı ki, Allah Teala əmr edib qullarına, əmrlər təyin edib və eləcə də qadağalar təyin edib. Yəni, insanın o əmrlərə riayət etməsi, Allahın buyurduqlarına itaət etməsi vacib olan amillərdəndir. Eyni zamanda da insan üçün qadağan olunan əməllər var ki, və müsəlmanın üzərində vacibdir ki, o əməllərdən çəkinsin. Yəni, bu, hər bir iman daşıyan insanın üzərində görevdir. Allahın əmrlərinə qarşı olan görevdir və hər bir müsəlman da buna diqqətlə yanaşmalıdır və bunu diqqətə almalıdır, önəmsəməlidir.